Möhtəşəm qarşılaşma üçün artıq hər şey hazırdır. Komandalar qələbandıçılar, milli komandamız tam olaraq arenanın mərkəzində toplaşdı. Hər iki komanda xatirə fotosu çəkdirir. Bu isə Elşad Quliyevdir. Milli komandamızın uğurlarının əsas memarı, Avropa və dünya çempionu etmiş baş məşqçi. Və Slovakiyada ona doğma olan məkanda bu isə Dnipro Desnica idi. Serbiya millisinin baş məşqçisi və onlara uğur gətirən bir məkanda ölkədə Slovakiyada 2-ci Avropa çempionluğu üçün mübarizə aparır. Milli komandamız və digər komandalardan fərqli olaraq bu mərhələyə kimi maksimum nəticə göstərərək irəliləyən yeganə komanda məhz Azərbaycan millisidir. Oyuna deməz, milli komandamızın üzvləri başlayacaqlar. Komandamıza uğurlar arzulayırıq. Topun yanında isə 27 nömrəli futbolçu İsa Yatayev var və İsa'nın zərbəsi ilə görüş başlayır milli komandamıza. Bu məhsul görüşdə, bu vacib qarşılaşmada uğurlar arzulayır. Ağaseyid Qasımov. Hücumların qoşulmasında yaxından iştirak edən bir qapçıdır Ağaseyid. Ötürməsi bir qədər alınmadı. Son oyunlara baxdıqda komandamız erkən qol vurmaqla diqqət çəkir. İndi bu hücumu dəf etdik, bəli, istədiyimiz kimi yekunlaşır, top qapının üstünə keçir. Erkən qol vurmaqla seçilir. İtaliya, Fransa, Çexiyada görüşlərdə komandamız erkən qol vurmağa nail oldu və rəqibləri üzərində açıq-aşkar üstün idi. Ağaseyid Qasımov 2 verin, irəlilədi. Ağaseyid Qasımov zərbə endirəcəkmi? Ötürmə etdi. Bir qədər geridə Rəvan Kərimov var. Rəvan onun zərbəsinin qarşısı bloklandı. Rəvan Kərimov bu Avropa çempionatının ən yaxşılarından biridir. Ama qeyd edim ki, Serbiya milli komandasının qapısı Vladimir Bajic, Bakıdakı dünya çempionatının ən yaxşı golkiperi seçilmişti. Ramit Çovdarov isə həmin dünya çempionatında ən yaxşı oyuncu mükafatını almıştı. Milli komandamızın üzvü, elə bu Avropa çempionatında da özünü çox yaxşı tərəfdən göstərir. Talih Babayev, Ağaseyid Qasımov ilə ilk dəqiqələrdən topu özündə saxlayan milli komandamız hücum qurmağa çalışır. Ağaseyid Qasımov ötürmə etdi, qapı qarşısında topu uzaqlaşdırdılar. Serblərin müdafiə xəttində Aleksa Baraç idi. Topu vurub çıxardı kənara. İndi altdan top oyuna daxil edəcək. Qapı qarşısında Talih Babayev var. Talih! Zərbəsi alınmadı. Top yenə də altdan çıxır. Vladimir Bajic qapıdadır və yaxın planda da göstərirlər. Bakıdakı dünya çempionatında azarkeşlər onu yaxşı xatırlayır. Dünya çempionatında 3-cü yeri tutmuşdu Serbiya milli komandası və bu qapçının əməyi çox böyük idi. Əvəz yerə ən yaxşı golkiper məhz Bajic seçilməmişdi bu turnirdə. Ağaseyid Qasımov bir qədər riskli ötürmələri idi, amma yaxşı çıxdı belə bir çətin vəziyyətdən. Məhəmməd Xəlilov. Qapçı qaytardı. Təkrar zərbə olacaq amma alınmadı. Rəvan Kərimov ötürmə etmək istəyirdi, amma bir qədər istədiyi kimi ötürmə edə bilmədi Ağaseyid Qasımov. Burada isə qayda pozuntusu. Çox yaxın bir məsafədən qayda pozuntusu Ağaseyid Qasımov. Hakim onun yanına çağırır, sarı vərəqə göstərir, bəli. Amma burada daha doğrusu İsa Atayevə sarı vərəqə göstərir. Ağaseyid Qasımov da çıxmışdı. Atayev rəqibə toxundu. Epizodun təkrarına baxaq. Amma burada elə də çox sərt toxunuş yox idi. Bu rakusdan ən azından tam olaraq elə görünmədi. İsa Atayevi sarı vərəqə ilə cəzalandırır və çox təhlükəli bir mövqedən cərimə zərbəsi vurma hüququ əldə edir Serbiya milli komandası. 3 nəfərdən ibarət canlı sədd qururuq. Rəvan və Talih isə boş sonda olan futbolçuları nəzarətə götürüb, digər cinahda isə Serbilərin bir futbolçusu boşda Ramit Çovdarov da orada qapçının yanındadır. Görə bu standart vəziyyəti necə dəf edəcək? Rəvan qapıya zərbə, Ağaseyid Qasımov. Topun önündə sipər oldu Ağaseyid Qasımov. Dərhal başlayırlar. Burada isə top qapı xəttindən çıxır. Çidomir Tomčić topu istədiyi kimi saxlaya bilmədi. 4-cü dəqiqədir və milli komandamızın play-offlarda ən çox fərqləndiyi dəqiqələr, erkən qol vurduğu dəqiqələrdir. Ağaseyid Qasımov bir qədər risk altındaydı və topu yan xəttdən çıxardı. Komanda yoldaşı əslində Məhəmməd Xəlilovu yaxınına çağırırdı ki, onu ötürmə etsin və bir qədər ötürmə alınmadı. İndi geriyə doğru oynayır Serbiya milli komandası. İrəlidə İsa Atayev pressing tətbiq edir. Digər sağ cinahda da var, qapı qarşısına göndərilən top. Xüsusilə burada 2 nömrəli futbolçunu daha tezsi Çidomir Tomčić'i topla təmin etməyə çalışırlar. Meydanda olan ən uca boy futbolçulardan biridir. Həm də ən təcrübələrdən biridir. 39 yaşı var Tomčić'in və məhz onu topla təmin etməyə çalışırlar. İndi də məhz outdan Tomčić'i topu ötürməyə çalışırdılar.
Amma hər şey milli komandamız üçün yaxşı qutardı. Tam istədiyimiz kimi və fürsətdən də istifadə edib əvəz etmə reallaşır. Elvin meydana daxil oldu komandamızın kapitanı. Təmkin Xəlilzadə, Vüsal İsayev oyuna daxil olan futbolçulardan eşkini görürüm. Elvinin ötürməsi. Burada isə Mirmehdi topu itirdi, qaydanı pozdu bəli. Mirmehdi topu itirdi və qaydanı da pozdu. Mirmehdi Rızayev. Bir qədər gecikmişdi və qaydanı da pozdu bu epizodda. Yenə də standart vəziyyətlər. Serblər yerinə yetirəcəklər. Ukrayna ilə bərabər qrup mərhələsindən çıxdı. Ukrayna artıq finaldadır. Onların qrupundan bir komanda Ukrayna ilə Serbiya qrup mərhələsində bir-birləri qarşılaşmışdı. Görüşdə qalib müəyyənləşməmişdi. Qapıya doğru zərbə olacaqmı? Bloklandı. Yegana maksimum nəticələ irəliləyən komanda məhz Azərbaycan millisidir. Topu özündə saxlamağa çalışır. İkili pressing var. Seyid Qasımovun nəzarətində top qapı xəttindən çıxır. Avstriya ilə görüşdə, ilk görüşdə bir qədər komandamız rəqibin ciddi müqavimətlə özləşmişdi. Ondan sonraki görüşlərdə açıq-aşkar üstünlüyü vardı. Avstriya ilə görüşdə də minimal hesablı qələbə qazanmışdıq. Baş məşqçi Elşad Quliyev meydan amilində xüsusi vurğulamışdı ki, meydanı öyrəşdikcə komandamızın oyunu daha da yaxşılaşacaq və biz oyundan oyuna artıran güclü bir Azərbaycan millisi izləyirik. Həm hesablarda öz əksini tapır, həm oyunda, həm vurulan qollarda, baxımlı qollar, çox gedişli kombinasiyalar, rəqib müdafiəsini tarmar edən bir oyun modeli izləyirik. Seyid Qasımovun zərbəsi top qapının üstünə keçir. Hələ ki onun zərbələri alınmır. Jurnalistlərə, media müsahibəsində bildirib ki, bu Avropa çempionatında qol vurmaq istəyi var və bunu reallaşdırmağa çalışacaq. İrəlidəki vacib play-off oyunlarında. O törtüyünə tam öyrəşə bilməməyini də qeyd ki, daha çox zərbələri qapının üstündən keçir. Seyid Qasımov, Eşkin ötürmə etdi. Burada isə komanda ulaşır, onu topu göndərə bilmir. Təmkin Xəlilzadə, o da Çex ilə görüşdə baxımlı bir qol vurmuşdu. Əla təşkil olmuş bir hücumu özü dəqiq tamamladı. Elşad Quliyev dayanmadan təlimatlarını verir. Mətbuat konferansında bildirib ki, ən təhlükəli, ən çətin rəqiblərindən biridir. Serbiya komandası hazırki Avropa çempionlarına qarşı oynayacaqlar. Elvin rəqiblərini çox yaxşı keçir kapitan. Elvin Əlizadə. Ötən oyunda 2 məhsullar ötürmə etmişdi. Biri outdan, biri kün zərbəsindən. Eşkinlə Elvin bir-birlərini çox yaxşı başa düşdülər, amma ikili pressing Eşkini bir qədər geriyə doğru sıxışdırdılar. Rəvan sürətlənmişdi. Mirmehdi Rızayev var orada. İsa bir qədər geridə qaldı. Vüsal İsayev. Daha da isə Vüsal bir qədər geridə qalmışdı. Vüsal topu qəbul edir. Vüsal rəqibin üzərinə getməyə çalışırdı. Seyid Qasımov. Seyid Qasımov önü boşdu. Seyid Qasımov zərbə indirəcək mi? Seyid Qasımov qapısı qaytarır. Təkrar zərbə üçün fürsət yoxdur. Amma burada qapıdan topu çıxartdıq. Əla oynadı burada. Vüsal İsayev. Komanda yoldaşını yaxşı sığortaladı. Seyid Qasımov irəlidə idi. Bir anda qapı boş qalmışdı, amma Vüsal lazım anda lazımi mövqeydə idi və topu da oradan təhlükəli zondan uzaqlaşdı. Yenə də Cidomir Tomçiçə doğru ötürmələr edilir israrla. Ən ucaboy bir futbolçu o meydandadır. Rəqiblərindən fərqlənir. Cüssəsi ilə məhz ona doğru ötürmədə Eşkin burada zədələnib. Əzərəsini dartdı Eşkin. Və indi də dərhal əvəz etmə olacaq. Ramit Çovdarov mübarizəyə qoşulur. Məhəmməd Xəlilov. Xətay Bağırov da oradadır. Rəvan Kərimov Elvini də əvəzlədi. Və Talih Babayev. Təmkin də geri gəlsin. Xətay Bağırov. Dərhal bir qədər əvəz etmədə gecikdilər. Cəld olmaq lazım idi. Təmkinin sonrası boş qalmışsa Seyid Qasımov. Əslində təmkin gəlmək istəmədi, amma cəhd dəyişikliyi etdilər və bu qədər gecikmişlər. Dərhal başladı və bu da təhlükə yarada bilərdi qapımız qarşısında. Dərhal irəli göndərdilər. Məhəmməd Xəlilov vardı, amma Bacic topa nəzarət edir. Vladimir Bacic. 9-cu dəqiqə. Həm Serbiya, həm Azərbaycan açılış işləri tribunada öz komandalarına dəstəklərini verirlər. Tomçiçə doğru Tomçiç. Topu saxlayır. İkili pressing. Məhəmməd Xəlilov topu özündə saxladı. Xəlilov amma top qapı xəttindən top yan xəttdən çıxmışdı. Boşluq var.
Qapıya zərbə və bu dəfə də top yenə yan xətdən çıxır. Out. Nominal meydan sahibləri serblərdir və nominal meydan sahibləri topu outdan oyuna daxil edəcəklər. Xətai Bağırov orada da onun önünü kəsib. İndi Tomçicə yenə də topu göndərməyə çalışırlar, amma burada top bizdə qaldı. Məhəmməd Xəlilov. Məhəmməd Xəlilov topu itirir. Talih Babayev. Talih. İki futbolçu birləşdi. Topu uzaqlaşdırdılar. Çətin bir an idi və topu uzaqlaşdırmağa bacardı milli komandamız. Dərhal irəli göndərdilər. Yenə də Talih Babayev topu uzaqlaşdırır. Burada isə Rəvan Kərimov. Topu ala bilmədi rəqibdən. Bajic. İrəli xəttə pressing davam edir. Və bu pressing öz bəhrəsini verdi. Bajic'i səhv etməyə məcbur etdilər. Dərhal başladılar. Məhəmməd Xəlilov mərkəzə doğru qapıya zərbə. Top qapı üstünə gedir. Burada isə Xətai Bağırov. Xətai Bağırovun zərbəsi təhlükəli alındı. Qapçını Bajic kimi təcrübəli qapçını pressing altında səhv etməyə məcbur etdilər. Rəvan Kərimov top oyuna daxil edəcək. Meydanda 2 top var. Marko Vujovçi yaxın planda görürsünüz. Rəvan, Xətai orada var gəlidi. Rəvan Kərimov, Rəvan qapı qarşısına ötürmə, zərbə, amma istənilən kimi alınmadı. Ağaseyid Qasımov topu tutdu. Ağaseyid Qasımov çox hiləgər bir qapıya göndərilən top idi və Qasımov mövqeyində idi. Məhəmməd Xəlilov topu itirir. 2 futbolçu var, hazırda yaxalanmışdı, amma Rəvan Kərimov özünü vaxtında yetirdi. Xətai ora sürətlənəcək komanda yoldaşını gözləyirdi. Məhəmməd Xəlilov bir addım geridə qaldı həmin epizodun. Xətai Bağırov isə komanda yoldaşlarının pressing etməsini istəyir. Burada isə top son anda Xətaiyə dəydi, amma yenə də bir qədər ləq davranır futbolçularımız. Amma out. Milli komandamız yerini yetirəcək. Rəvan Kərimov. Rəvan. Talih Babayev. Ağaseyid Qasımov oynayır. Qasımov. Tomçic orada pressing edir. İrəlidə sadəcə Tomçic qalıb. Hələ ki əvəz olunmadan mübarizə aparan təklik futbolçulardandır Tomçic. Ağaseyid Qasımov. Bir qədər riskli ötürməkdir, amma topu özlərində saxladı milli komandamız. Burada isə qapçı ilə üzməz qalıb. Keçdi qapçını. Qol vurmalar və gol! Və gol! 12-ci dəqiqədə dünya çempionları Avropa çempionlarının qapısına yol tapır. Hesab açır milli komandamız 12-ci dəqiqədə. Əla. Xətai Bağırov. Hesab açan futbolçudur. Milli komandamızın 8 nömrəli futbolçu fikir verin. Qapçıdan keçdi. Qapçı onu tutub saxlamağa çalışırdı. Vladimir Bajic'i geridə qoyur və topu tora qovuşturur. Xətai Bağırov hesabı açdı. Bir qədər erkən qol olmasa da, amma yenə də hesab açan tərəf məhz milli komandamız olur. Ənənəyə davam edir. Milli komandamız üstün oyununu qolla tamamlayır deyə bilərik. İrəli xəttə Eşkin pressing edir. Elvin də ona köməyə gəlmişdi. Tomçic qapıya zərb olacaq, amma Ağaseyid Qasımova topun çatmasına imkan vermədilər və burada Talih Babayev yaxşı oynayır. Dərhal başladılar. Qapı qarşısına ötürülən top uzaqlaşdırmağa çalışırlar. Elvin, burada isə Eşkin Tağıyev topu təhlükəli zonadan vurub çıxarır. Top Serbiya futbolçularında qaldı, amma yüksək pressing edir milli komandamız və bunun sayəsində rəqibə düşünməyə belə macal vermir. Rəqibi səhv etməyə məcbur edir. Və bu məcbur etmənin nəticəsidir ki, Xətai Bağırov qapçı ilə üzbəüz qaldı və bundan da maksimum istifadə etdi milli komandamızın 8 nömrəli futbolçusu. Nikola Tomic topu oyuna daxil edir. Nikola Tomic. Digər cinah boyu ötürülən top. Mərkəzə doğru Eşkin. Qapı qarşısına ötürülən top. Burada isə topu uzaqlaşdırırıq. Eşkin. Top milli komandamızda qaldı. Vüsal ötürmə alınmadı. Vüsal İsayev idi. Bir qədər yaxşı ötürmə edə bilmədi, amma Eşkin az qala top ələ keçirəcəkdi. Təmkin. Ağaseyid Qasımov vaxtında irəli çıxdı. Bir qədər təmkinli oynamaq lazımdır. Bu sözlər Xəlilzadəyə aiddir. Burada isə az qala səhvə yol vermişdi. Bir Mehdi. Təmkin Xəlilzadə. Təmkinin
ötürdüyü sonrada heç kəs yox idi. Heç bir komanda yoldaşı yox idi. Serblərə fəallaşmağa imkan vermək olmaz. Elvin Əlizadə. Əla toxunuş Millimetr Rzayev. Qapçı Seyid Qasımov. Elvin bir qədər komandasının nəfəs dərməsi üçün geridə bir-birlərinə top ötürürlər, amma serblər də irəlidə əla bir pressing tətbiq edirlər. Bunu da qeyd etmək lazımdır və bu pressingdən yağı qurtarmaq lazım idi. Eşkin gəldi. Burada arxadan müdaxilə var. Qayda pozuntusu. Qayda pozuntusu dərhal başladılar. Stefan Bosnic ötürməlidir. Vüsal son anda topu meydanda saxladı, amma rəqib üçün saxladı. Eşkin Tağıyev. Vüsal. Qapıya zərbə, təmkin də ona gəlmişdi. Top yenə serb futbolçularda qalır, amma topu uzaqlaşdırır Eşkin Tağıyev. Eşkin Tağıyev topu uzaqlaşdırır. Dərhal başlama çalışırlar, amma bir qədər gecikdilər. Mərkəzlə oynadı Serbiya millisi. Elvin Əlizadə oradadır. Ara ötürməsi. Boşluq var. Bu boşluğu vermək lazım değildi. Hesab bərabərləşdi. Marko Vujovic hesabı bərabərləşdirir. Bu boşluğu vermək lazım değildi. Marko bir anda müdafiə xəttinin gözündən yayındı. Marko Vujovic və hesabı bərabərləşdirir. Seyid Qasımovla üz-üzə qaldı və bir zərbə ilə də topu tora qovuşdurur. Rəvan Kərimov. İndi serblər təhlükəli gəlirdilər. Qayda pozuntusu var, bəlidir hakim. Qayda pozuntusu var deyir. Hətta vərəqə də tələb edirdi serb futbolçular. Orada bir qədər münaqişə yarandı. Bir anda fikir verin. Boşluq və hesab bərabərləşdi. Bu isə az əvvəlki qayda pozuntusuydu burada. Məhəmməd Xəlilov topun yanındadır. Hakim isə bildirir ki, mənim fitrimdən sonra başlayacaqlar. Evido Kurtalı, Rumıniyalı hakimdir. Görüşdə əsas söz sahibi ona Tomaş Havel, Çexiyalı köməkdir. Tomaş Sikora, Çexiyalının digər təmsilçisi isə vardadır. Cinahdan hücum qurmağa çalışırlar. Qapıya zərbə, top qapının üstündən keçdi. Çox təhlükəli bir hücum qurdu. Serblər kapitan Veselin Guberniclə çox təhlükəli bir zərbə idi. Dərhal başladı Seyid Qasımov. Seyid Qasımov orada yıxmışlar. Hakim davam deyir. Amma hakim indi saxladı görüşü. Əslində orada arxadan müdaxilə var idi Xətay Bağırova. Hakim bu epizodda davam dedi. Xətay isə ayağa qalxa bilmir. Dərhal ikinci hakim həmin epizoda yaxınlaşdı. Davor Popoviçlə mübarizədə Xətaya ayağa qalxa bilmədi. İndi rəqibin köməyi ilə, kapitanın köməyi ilə ayağa qalxdı. Hakim atış olacaq, çünki orada qayda pozuntusu qeydə almamışdı görüşün hakimi. Hakim atışı ilə oyunda bərpa olundu. Geçməyə çalışırdılar. Talih mərkəzə Məhəmməd Xəlilov var. Rəvan Kərimov. Rəvan. Seyid Qasımov oynadı. Qasımov mərkəzdən bir qədər irəli. Top ötürülür. Xətay Bağırov. Xətay topa çatmadı. Amma yenə Xətaya qarşı sərt oyun vardı. Hakim dərhal yaxınlaşır və Ramil Çovdarov da orada. Serbin 11 nömrəli futbolçusuna Marko Vujoviçə xəbərdarlıq edir. Burada isə Xətaya qarşı çox sərt oynamışdı. İtələmişdi hətta rəqibini. Və bu hərəkətinə görə də sarı vərəqə ilə cəzalandırılır. İdmançıya yaraşmayan bir hərəkətə görə. Ramil Çovdarov da orada 2 nömrəli Çidomir Tomçiçə epizodu izah edir. Həkimləri meydana dəvət etdi. Görüşün hakimi Tomaş Havel, Çexiyalı. Onun göz önündə baş verdi. İndi Ramizdən də üzrxahlıq edir 11 nömrəli Marko Vujovic. Və Bratislavada olan milli komandamızı dəstəkləyə gələn soydaşlarımız arenada öz yerini tutublar. Həm Serbiya, həm Azərbaycanlı azarkeşlər kifayət qədər çoxdur bugün. Bu arenada və hesab da bərabərdir. İndi bu standart vəziyyəti görə milli komandamız necə yerinə yetirəcək? Standart vəziyyətlərə xüsusi hazırlaşır milli komandamız. Və Vujovic Xətaya Bağırovun yanındadır, üzrxahlıq edir.
Və bu əsl fair play nümunəsidir. Rəqibindən üzrxahlıq etdi. Xəta isə ayağa qalxır. Oyunu davam etdirə biləcək. Görüşdə hesabı açan futbolçumuzdur. Xətayı Bağırov. Rami Çovdarov ötürmə etdirdi. Təkrar zərbə. Yenə də top meydandadır. Top meydandadır. Çıxmayıb. Talih Babayev. Ağaseyid Qasımov. Rami Çovdarov. Talih Babayev. Ramiz. Ara ötürməsi keçmədi. Ramizin ara ötürməsi keçmir. Top qapı xəttindən çıxdı. Ağaseyid Qasımov topu oyuna daxil edəcək. Birinci hissə. Artıq yavaş-yavaş sona doğru gedir. 20-ci dəqiqədir. Ağaseyid Qasımov. Maraqlı bir mübarizə izləyir. Qapı qarşısına ötürülən top. Burada isə xətayı var idi. Topu uzaqlaşdırmağa çalışır serblər. Tomčić. Top Serbiya milli komandasından meydandan çıxdı. 8 nömrəli futbolçu Zarko Gojković. Topu özündə saxlaya bilmədi Rami Çovdarov. Rami Çovdarova dayan top yenə də oyun zonasından çıxır. 21-ci dəqiqə. Xətayı hesabı açdı. Marko Vujović tarazlığı bərpa etdi. Birinci hissədə qarşılıqlı qollar var. Burada isə top qapı xəttindən çıxır. Bildirir ki, Serb futbolçudan çıxır. Bunun altına bilən futbolçu etiraz etsə də Jovan Bobardı bu. Hakimin qərarı dəyişmir. Ağaseyid Qasımov dərhal mərkəzlə başladı. Yenidən qapçıya doğru göndərdilər. İrəliyə doğru göndərilən top. Burada isə qapçı topu tutur. Bajic. Dərhal irəliyə göndərilən top. Yenə də top uzaqlaşdırıldı. Talih Babayev. Oyunda sürətdən bir saniyə belə düşmür. Hər iki qapı qarşısında təhlükəli vəziyyətlər yaratmağa çalışır. Hər iki cəbhəyində hazırlaşan futbolçular var. Meydana daxil olmağa hazırlaşan futbolçular var. Çevirməyə imkan vermək olmaz. İmkan vermək olmaz. İkili pressing. Xətayı Bağırov da oradadır. Topu ala bilmədilər. Rəvan Xətayı, Rami Çovdarov da oradadır. Topu almaq üçün cəhd edirlər. Zərbə mövqeyinə çıxmağa çalışır Serbiyalı futbolçu. İki rəqibini keçdi. Seyid Qasımov toxunmamışdı. Toxunmamışdı, amma Serb futbolçu özü üçün yaxşı zona yarada bildi. Fikir verin, burada özü üçün çox yaxşı zona yarattı. Serbiyalı 5 nömrə futbolçu Davor Popović. Və təhlükə yarada bildi. Qapımız qarşısında. Təmkin Xəlilzadə. Təmkin, ötürmə alınmır. Mərkəzdə top itkisi, amma top yenə də təmkində qaldı. Elvin Əlizadə və qayda pozuntusu. Elvinə qarşı kobud oyun var idi. Komandamızın kapitanına qarşı. Keçdi rəqibdə bəli. Əli ilə itəliyirdi. Elvin Əlizadə də məhz buna etirazını bildirdi. Eşkin Tağiyev və ala keçdi rəqibini. Eşkinin ötürməsi geçmir. Bədən hərəkəti ilə, vücudu ilə rəqibini aldada bildi. Ağaseyid Qasımov. Ötürmə alınmadı. Ötürmə alınmır. Meydanda ikinci top var. Və indi bir kənarlaşdırılır. Eşkin, mərkəzdə pressing. Rəqibin çevrilməsinə imkan vermir. Topu almağa çalışırlar. Cəfər Cəfərov. Hələ ki, rəqibin hücumu var. Qapıya zərbə ilə yekunlaşdırdı. Elvinin yanından topu qapıya istiqamətləndirməyə çalışırdı. Nikola Tomić idi zərbəni indirən futbolçu. Elvin Əlizadə irəliyə göndərdi. Cəfər Cəfərov sağ cinaha. Təmkin. Bir qədər də geriyə. Qapçı Ağaseyid Qasımov. Elvin Əlizadə. Elvin. Ağaseyid Qasımov. Önü boşdu. Ağaseyid. Ötürmə edir. Yenidən Ağaseyid. Təmkin Xəlilzadə. Ağaseyid Qasımov. Serblər də irəli xəttə yüksək presi tətbiq edirlər. İndi onu üzərinə çəkməyə çalışırlar. Elvin dərhal təmkin istiqamətinə. Təmkindən ötürmə yaxşı alındı. Eşkin Tağiyev cinah boyu. Digər cinaha Cəfər Cəfərova top çatmadı. Çox maraqlı bir gedişlə rəqib qapısına yaxınlaşmağa çalışırdı milli komandamız. Amma son ötürmədə dəyili çatmır. Çox maraqlı bir hücumlar qurmağa çalışırdı. Burada isə Vüsalın nəzarətində. Top qapı xəttindən çıxır. Vüsal İsayev. 24-cü dəqiqədə yekunlaşmaq üzrədir. Birinci hissə yekunlaşmaq üzrədir. Hesab bərabərdir. Vüsal. Ara ötürməsi bir qədər riskliydi, amma yaxşı alındı. Elvin.
Elvin rəqib üzərinə gedir. Elvin keçdi rəqibini. Elvin təkrar keçdi rəqibini ama son anda topun ayağının altına vurup çıxardılar. Burada isə out. Bizdə milli komandamız out'u dərhal yerinə yetirir. Elvin Əlizadə. Vüsal İsayev. Vüsal rəqibin üzərinə gedir. Vüsal zərbə mövqeyinə çıxmağa çalışırdı. Vüsalın ötürməsi alınmadı. Ediyorək. Bəli. Dərhal Elvin Əlizadə. Rəqibin ayaqları altından topu vurup çıxardan Seyid Qasımov. Ara ötürməsi. Burada isə riske yol vermək olmazdı. Son anda topu qapqatına çıxardı Elvin Əlizadə. Etirazını bildirir. Vüsal isə komanda yoldaşlarından üzr istəyir. Belə bir oyunda belə bir riske yol vermək olmaz. Vüsal İsayev. Heç nədən topu rəqibə hədiyyə etdi ama hər şey milli komandamız üçün yaxşı qutardı. Elvin Əlizadə top alır. Təmkin keçməyə çalışdı, alınmadı. Təmkin Xəlilzadə top ələ keçirdi. Mərkəzə Vüsaldan ötürmə. Burada Eşkin topu saxlaya bilmədi. 1 dəqiqə artırıldı. İlk hissənin əsas vaxtına 1 dəqiqə artırılır. Komandalar daha 1 dəqiqə mübarizə aparacaqlar. Fasilə ərəfəsində Serblər hücum qurmağa çalışırlar. Ötürülən top. Burada Seyid Qasımov top ələ keçirdi. Elvin Əlizadə. Mərkəzdən təmkin istiqamətinə Seyid Qasımov. Ötürmələr. Cəfər. Qayda pozuntusu qeydə almadı. Elşad Quliyev orada hakimə etirazını bildirir ama hakim hər hansı bir qayda pozuntusu qeydə almadı. Ötürmə edirlər. Burada Vüsal araya girmişdi ama topu özlərində saxlaya bilmədilər. Burada isə Serblərin körtə bir şəkildə topu uzaqlaşdırması və birinci hissəyə üçünlaşır. Xətay Bağırov hesabı açtı və Marko Vujovic hesabı bərabərləşdirir. Birinci hissə 1-1 hesablı heçicə ilə yekunlaşır. Qısa fasilə ayrılıraq sonra ikinci hissədə yenidən eşidilmə ümidi ilə. Yenə də ötürmə səhvə yol verildi Ramil Çavdarov. İkinci hissəyə biraz Serblər bir qədər təzyiqlə başlayıblar. Milli komandamız bir qədər müdafiədən oynayır. Rəqibin üzərinə çəkmək üçün bu bir taktiki gediş də ola bilər. Qapıya zərbə çox bərbad alındı ama bizim üçün əslində yaxşı bir nüansdır. Tək elə həmişə zərbələri belə olsun. Davor Popovic'in zərbəsi. Seyid Qasımov topu oyuna daxil edəcək. Komanda yoldaşlarını axtarır. Seyid Qasımov irəli göndərdi. Burada isə heç kim yox idi. Elvin Əlizadə. Elvin geriyə yenə də qapıçılı oynayır Qasımov. Təmkin var orada. Ötürmə. Elvin keçməyə çalışdı rəqibini ama sürəti bir qədər yetmədi. Rəqib futbolçunu geridə qoymağa. Tribunada azarkeşlərimiz dayanmadan irəli səsləyir futbolçularımızı. Cəfər topa toxundu. Burada isə təmkin saxlayır. Qapıya zərbə endirir. Vladimir Bacic. Topu tutdu. O da öz növbəsində irəli göndərir. Tomčić istiqamətinə. Čidomir Tomčić. Rəqibin irəli xəttdə olan tək futbolçu odur. Hündürboy cüssəsi ilə də diqqət mərkəzindədir. Burada isə qayda pozuntusu. Eşkin Tağıyev isə hakimə etirazını bildirir. Eşkin Tağıyev qaydanı pozmadığını iddia edir. Episoda baxa, məhz bu episoda Eşkin qaydanı pozmuşdu. Hakimin fikrincə məhz qayda pozuntusu qeydə aldı. Çevrilməsinə imkan vermək olmaz. İki futbolçu pressing edirdi. Top aldı Elvin. Çətin bir vəziyyətdən çıxmağa çalışırdılar. Seyid Qasımov topu irəli göndərir. Burada isə heç kim yox idi. Rəqib həmkarı topu rahat şəkildə topu tuta bildi. Bir qədər indi geriyə çəkilir milli komandamız. Qapıya zərbə Seyid Qasımov. İkinci cəhddə olsa da topu tuta bilir. Qasımov. Ara ötürməsi. Topu itirmədilər. Topu aldılar. Təmkin Xəlilzadə hakim davam deyir və Təmkin də topu kənara vurdu. Rəqibin ayağa qalxmadığını görüncə. Episodun təkrarını izləyək. Bu episodda rəqibin ayağa qalxmadığını gördü Təmkin və dərhal da topu kənara vurdu. Nebojsa Desnica və ya da Desnica Serbiya milli komandasının baş məhdisi təlimatlarını verir.
39 yaşlı mütəxəssis Seyid Qasımov. Ötürmə. Təmkin Xəlilzadə. Təmkin topu özündə saxlayıb Təmkin. Keçməyə çalışırdı. Təmkin mərkəzdən bir qədər geriyə. Eşkin irəli getdi komanda yoldaşlarına. Seyid Qasımov. Qasımov! Top qapının üstünə getdi. Seyid Qasımov yenə də önü boş idi və yenə də zərbə endirdi və yenə də geridə alındı bu zərbə. Seyid Qasımov. Topu dərhal irəli göndərir. Bajic. Burada isə hər şey tam istədiyimiz kimi yekunlaşdı. Out qərarı. Elvin komanda yoldaşlarının yanına gəlməsini istəyirdi. Cəfər Cəfərov, Vüsal, Cəfər rəqiblərini bir-bir keçirdi. Yenidən növbəti out qərarı. Növbəti out qərarı. Həkimləri meydana çağırdı. Görüşün hakimi. Elşad Quliyevi görürsünüz. İkinci hissədə bir qədər komandamız ehtiyatlı başlayıb. Bir qədər ehtiyatla davranır milli komandamız. Bu isə Serbiyalı azarkeşlərdir. Yan tribunada isə həm yerlərimiz milli komandamızı dəstəkləmək üçün Tipo Sport Arenadadılar. Hələ ki, Serb futbolçu ayağa qalxmayıb. 31-ci dəqiqədə geridə qaldı. Meydanda Serb futbolçuya tibbi müdaxilə edilir. Bunun 9 nömrəsi Zarko Matic'də. Oradadır məhz hesabın açıldığı an Xətay Bağırov qapçında keçdi. Topu Tora qovuşturdu. Ardınca isə Marko Vujovic boşluqdan məharətlə istifadə etdi. Boş qoymuşlar Vujovici, o da qüvvətli zərbə ilə topu Tora qovuşduraraq hesabı bərabərləşdirdi. Birinci hissədə ən yadda qalan 2 an idi. Hesabın açılması və hesabın bərabərləşməsi. Təmkin. Eşkin. Rəqiblərini keçməyə çalışırdı. Belə bir zonada topu itirir. Serblərin hücumu. Cəfər. Mani olmağa çalışırdı. İndi 4-lü dəyişiklik olacaq. Ramiz meydana daxil olur təmkin əvəzinə. Təmkin hələ ki oyuna alınmır bir qədər də. Özü də narazıdır öz oyununa. Burada 50 oyun vardı. Bəli, 50 oyun var idi. Hakim də dərhal oyunu saxlayır. Ervin. Ramiz. Seyid Qasımov. Mərkəzlə oynayır. Elvin Əlizadə. Ramiz Çovdarov. Seyid Qasımov. Qasımov mərkəzdən ötürmə. Bir qədər çətin olsa da topu komanda yoldaşına çatdıra bildi. Rəvan Kərimov oradaydı. İndi isə yenidən Rəvanla oynayırlar. Xətay Bağırov. Ötürmələr silsiləsi. Keçməyə çalışırlar. Amma topu oradan çıxara bilmədilər. 2-3 futbolçu bir anda pressing etdi. Çətin vəziyyət idi və Rəvan topu çıxara bilmədi həmin zonadan. Talih Babayev. Top yan xətdən çıxdı. Son toxunuş milli komandamız üzərindəndir və outdan istifadə edib əvəz etmələr edir Serbiya milli komandası. Davor Popovic. Marko. Ötürülür. Yenə də Tomčić istiqamətinə bütün hava ötürmələri məhz Nikola Tomic və Tomčić istiqamətinə ötürülür. Tomčić yaxın planda da məhz onu görürsünüz. O uca boyundan yararlanmaq niyyətindədir Serblər, amma futbolçularımız hələ ki onu yaxşı bağlaya biliblər. İləri göndərir Vüsal. Burada yenə də Tomčić və out Serblərindir. Vüsal İsayev. Yaxın planda məhz onu görürsünüz. Topu yan xətdən çıxaran futbolçu. 34-cü dəqiqə. Hələ ki ikinci hissədə qapılar toxunulmaz qalır. Bir qədər ehtiyatlı oyuna üstünlük verirlər. Keçməyə çalışırdı, alınmadı. İndi görək bu hücumu necə nəticələnəcək milli komandamız. Cinah boyu sürətlənmişdi, out. Reydin qabağı alındı, İsa Atayev idi. Sürətlənən futbolçu, onun Reydinin qarşısı alınır.
Cinah boyu sürət yığmağa çalışdı. Qapıya zərbə! Çox təhlükəli zərbə idi Xətai Bağırov. Az qala ikinci qolu vuracaqdı. Bir anda başladılar və Xətai Bağırovun baş zərbəsi təhlükə yarattı. İrəliyə göndərilən top. Out. Xətai Bağırov bu fürsəti dəyərləndirə bilmədi. Əslində rəqiblərin diqqətindən yaxşı yayanmışdı. Ramit Çovdarov. Ötürmə keçmir Ramizdən. Qasımov. Digər cinahda Vüsal İsayev var. Ramiz. Qasımov. Ağaseyid Qasımov. Mərkəzlə oynadı. Amma burada isə ötürmə istənilən kimi alınmır. Adi bir vəziyyətdə topu yan xətdən çıxardı. İsa Atayev ötürməni dəqiq edə bilmədi. Rəvan Kərimov pressingdədir. Tomčić alınmadı. Ramiz. Çovdarovun ötürməsi keçmədi. Bu isə serblər üçün əks həmlədir. Əla bir toxunuş. Zərbə mövqeyinə çıxmağa imkan vermirlər. Pressinglə qarşısını kəsməyə çalışırlar. Vüsal. Tomčić. Ramit Çovdarov. Ramiz. İrəliyə doğru göndərilən top. Bu zonada heç kim yox idi. İrəli xəttə milli komandamızın üzvlərindən heç kim yox idi. Vüsal. Mübarizədir. Adi bir mübarizə kimi qələmə aldı, qeydə aldı və hər hansı bir qayda pozuntusu qeydə almır görüşün hakimi. Serblərin hücumu davam edir. Çevirməyə imkan vermək olmaz. Topu ələ keçirdik. Elvin Əlizadə meydanda bir qədər gərginlik yarandı. Ramit Çovdarov Xətai ora gəldi. Bəli. İdmançıya yaraşmayan hərəkət. Talib Babayev ora qoşuldu. Belə davam etmək olmaz. Tomčić. Bu agresiya hər iki tərəfə ziyan verə bilər. Hesabın bərabər olması, yarım final görüşü olması komandalarda gərginliyi artırır. Burada sırf futbolçu 16 nömrəli Jovan Bobar hadisələri başladı. Ramit Çovdarov da sərt şəkildə onun üzərində yürüdü. Hadisələr məhz belə başladı. Talib Babayev da ora gəldi. Ağaseyid Qasımov. Amma hakimlər Jovan Bobar'a sarı vərəqə. Hakimlər tərəfindən məli. Hadisəni məhz Jovan Bobar başlatdı sərt bir oyunla. Onun sərtliyi meydanda gərginliyi bir qədər də artırdı. Hesabın bərabər olması, yarım final qarşılaşmasının olması, hər iki komandanın titullu olması oyunda gərginliyi bir qədər artır və hər iki komandanın titula, hazırki Avropa çempionluğuna iddia etməsi meydanda gərginliyi artıran məqamlardandır. Cəfər Cəfərov, Ağaseyid Qasımov. Qasımov təhlükəli idi amma təhlükəli zonadan çıxara bildi. Cəfər Cəfərov. Elvin Əlizadə. Belə bir məqamda çox riskə getdi və səhvə yol verdi. 39-cu dəqiqədə. Kapitan. Oyunun solluğunda belə bir səhvlə yadda qalır və sarı vərəqə ilə də cəzalandı Elvin Əlizadə. Çox təhlükəli bir nöqtədir. Standart vəziyyət hər zaman mini futbolda təhlükəli bir silah kimi istifadə olunur. 39-cu dəqiqə. Gərginlik var. Belə bu standart vəziyyəti necə yerinə yetirəcək? Serblər. Topa yaxınlaşdı, ötürməklə başladı. Elvin, burada Ağaseyid Qasımov topu tutur. Özü səhvə yol versə də bu səhvini yumuş oldu. Kapitan indi keçməyə çalışırdı. Topu son anda milli komandamızın orada
Yan xətdən çıxardı. Serbiyalı futbolçu fikir verin. Bu isə standart vəziyyətdən sonra Elvin. Topu ayağı ilə bir qədər necə deyərlər yumuşatdı və Seyid Qasımov isə topu tutmaqda çətinlik çəkmədi. Burada son toxunuş əlaydı. Serblər bir qədər fəallaşıblar. İndi onların irəli xəttə gəlməsindən əks əmrədə müdafiədə boşluqlarından yaralanmaq lazımdır. Bir əks əmrə ilə oyunun müqəddəratını, taleyini tamamilə dəyişmək, həll etmək olar. Serb futbolçular hücumdaydılar. Təmkin Xəlilzadə, Elvin Əlizadə, Elvin ara ötürməsi yaxşılandı, çevrilib, qapıya zərbə edilməyə çalışırdı, alınmadı. Milimetr Rızayev idi bu, Elvin son toxunuş Elvindən, Seyid Qasımov. Elvin komanda yoldaşını çox yaxşı gördü. Sadəcə onun çevrilməsinə imkan vermədilər, burada isə ötürmə keçmədi, Tomčić var. Onun da çevrilməsinə imkan vermək olmaz. Bəli, Serb futbolçudan çıxmışdı, out. Futbolçularımız yerdə yetirəcəklər. Son toxunuş məhz Serb futbolçudan idi. Digər qapıya doğru Bajic çətinlik çəkmədən topu tutur. Tomčić. Top ələ keçirdilər. Elvin Əlizadə. Elvin iki rəqibini belə demək mümkünsə özündən uzaqlaşdırdı. Topu da komandalaşına ötürə bildi. Talih Babayev. Seyid Qasımov. Yenidən Talih Babayev. Seyid Qasımov. İrəliyə göndərilən top səhvə yol verdilər. Burada heç kim yoxdur. Boşluq var. Son anda yetişdi. Topu aldılar. Və dərhal da irəli atılma vaxtıdır. Təmkin. Amma bir qədər təmkin oluyor. Burada isə özü zədələndiyi üçün topu da kənara vurdu. Təmkin Xəlilzadə. İrəliyə bilmədi. Əzələsində problem var. Əzələsini dartıb. Təmkin Xəlilzadə. Topu ələ keçirdi və topu da kənara vuraraq özünü yerə bıraxdı. Təmkin Xəlilzadə. Qırx ikinci dəqiqə. Görüşdə bərabərlik davam edir. Elşad Quliyevi görürsüz. Çox gərgin bir görüşdür. Hər iki komandanın baş məşqçisi riskə getmək istəmir. Birinci hissədəki 1-1 hesabı bərabərlik. Komandalar təmkinlə mübarizə aparırlar. Yeri gəlmişkən də Təmkin Xəlilzadə oyunu davam etdirə bilmir. Əzələsini də artır və kənara gedir. Ramit Çovdarov onun əvəzinə mübarizəyə qoşulur. Təmkin Xəlilzadəni Ramit Çovdarov əvəzlədi. İndi isə cinah boyu sürət yığdılar. Elvin Əlizadə. Seyid Qasımov. Ramit Çovdarov. Seyid Qasımov. Elvin, Seyid ötürmə. Topu meydanda saxlamaq mümkün olmadı. Serblərin yüksək pressingi var bu dəqiqələrdə. Və hələ ki bu pressingi qırıb irəliyə bilmir. Bu dəqiqələrdə milli komandamız. Serblərin pressinginə bir qədər geriyə çəkilirlər. Bəlkə də riskə getmək istəmir milli komandamızın üzvləri. Rəqibin üzərinə gəlməsini gözləyirlər. Ani bir əks həmlə ilə vəziyyəti dəyişmək olar. Rəvan Kərimov. Seyid Qasımov topu rahat şəkildə tutdu. Bəli, 44-cü dəqiqə olan kimi şəhidlər ölməz, vətən bölünməz sualları. Seyid Qasımovun ötürməsi keçmədi. Biz də şəhidlərimizi ehtiramla yad edirik. Tomčić zərbəyə vermək olmaz, fürsət vermək olmaz. Seyid Qasımov əhsən. Komandamızın qapıçısı əl oynadı. Bir anda boşluq var idi və az qala onlar serblər bu boşluqdan yaralanacaqlar. Keçməyə imkan vermir. Tomčićə dönməyə imkan vermədilər. Elvin Əlizadə. Elvin Əlizadə rəqib futbolçular arasından çıxa bilmədi. Hakim də fitini səsləndirib görüşü saxlayır.
Elvin Əlizadə burada. Topla ilerlemeye çalışırdı ama yayda pozuntusuna məruz qaldı. Ramil Çovdarov 45-ci dəqiqə, oyunun sonuna 5 dəqiqə qalıb. Bir qolla rəqibi sarsıtmaq olar. Ramil Çovdarov dünya çempionatının en yaxşı futbolcusu geriye çekilir. Ramiz top qapının üstündən geçti. Ramil Çovdarov qüvvətli zərbə idi ama istənilən kimi dəqiqə alınmadı. Zərbə Elşad Quliyevi görürsünüz. Ot örtüyündən bir qədər şikayətlənmişdi baş məşqçi. Belki de hele tam olarak istedikleri oyunu göstermemelerinin bir növ sebeplerinin biri de ot örtüydür. Komandamız düz qələbələrini sıralayır ama bəzən bəzi epizodlarda o topun istenilen trajektoriya ilerlememesinin sebebi de meydan amili olabilir. Baş məşqçi mətbuat konferansında bu barədə dəfələrlə bildirib. Dərhal başladılar. Çevirmeye imkan vermək olmaz. İmkan vermək olmaz. Qapıya zərbəyə imkan vermək olmaz. Ağaseyid Qasımov da çıktı. Zərbə Qasımov! Əhsən Qasımov! Əhsən Qasımov ama vara bakacaklar. Vara bakacaklar. Serblər gol diye haykırır ama vara bakacaklar. Qasımov topun kapı xəttini kesmesine imkan vermemişti. Çok maraqlı bir epizoddu. Baxaq bu epizoddan. Qasımov topu tuttu. Yo. Keçməyib. Top kapı xəttini keçməyib. Əhsən Qasımov. Vüsal İsayev də qapçını belə bu zərbiyə dəf etdiyi üçün belə deyək təbrik etdi, təşəkkürünü bildirdi. Qırx-yeddinci dəqiqə Aseyid Qasımov komandamızı Real goldan xilas etti. Oyun ərzində yadda qala biləcək ikinci hissənin ən maraqlı anlarından biriydi. Aseyid Qasımovun bu kurtarışı, bu komandanı goldan xilas etməsi. Ranko Markovic fair play'e uygun olarak topu qapçımıza qaytardı. Aseyid Qasımov dərhal irəli göndərir ama burada Bajic. Vladimir Bajic. O da öz növbəsində topu irəlidəki komanda yoldaşına ötürməyə çalışır. Zərbə bloklandı. Zərbə bloklandı. Elle oyuna işarələr ama hakim davam deyir. Çok yaxın məsafədən qüvvətli zərbə indirmişlər. Serblər elle oyuna işarət edilər. İleriye doğru göndərilən top. Yenə də Aseyid Qasımov. Təkrar zərbə öz futbolçusundan meydandan çıxdı. Serblər bir qədər fəallaşıblar. Burada top Talib Babayev'in qoluna toxunmuşdu. Ama hakim çok yakın məsafə olduğu için hər hansı bir qayda pozuntusu qeydə almadı. Aseyid Qasımov hələ də ayağa qalxa bilməyib. Özünü yerə bıraxdı. Epizoda baxaq. Bəs bu epizodda bəli. Yerə düşərkən zədələndi. Əzələsini dartdı Aseyid Qasımov. Elşad Quliyev baş məşqçi həyəcanlıdır. Futbolçularımız həyəcanlıdır. Öndə Qasımova tibbi müdaxilə göstərilir. %48-ci dəqiqədə yekunlaşdı. Qasımov oyuna davam edəcək. Çox gərgin bir qarşılaşma izləyirik. Altı məhz milli komandamızın üzvləri yerinə yetirəcəklər. Qasımova doğru. Qasımov topu irəli göndərir. Burada isə topa çatmaq mümkün olsa Amir Xəlilov topa çatdı ama topu özündə saxlaya bilmədi. Məhz Xəlilova deyən top qapı xəttindən çıxıb fikir verin. Onun formasından da tutub çəkirdilər. Burada isə Davor Popovic topu ona vurdu. İtirazlar var. Qasımov hələ də ayağa qalxa bilmədi. Qasımov yenə özünü yerə bıraxdı. Aseyid Qasımov. Vəli Qafarov hazırlaşır. Aseyid Qasımov. Məhəmməd Xəlilovsa burada onun formasını tutup çəkdiyini bildirirdi. Qasımovun əzələsində problem var və əzələsini dartdı. Oyunu davam etdirə bilməyəcək. Vəli Qafarov.
Qalan vaxtda qapıda məhz Vəli Qafarov olacaq. 50-ci dəqiqədir. İkinci hissədə bir xeyli dayanma oldu və ən azı bir 3 dəqiqə artıra bilər ikinci hissəyə. Bajic. Topu irəli göndərirlər. Burada isə futbolçularımız topu uzaqlaşdırdılar. Top yan xəttdən çıxdı. İkinci hissədə bir qədər geriyə çəkilir milli komandamız. Müdafiədən daha çox oynayır. Diqqətli olmağa çalışır. Elvin irəlidə pressing tətbiq edir. Bajic topu irəli göndərdi. Topu ələ keçiririk. Bu həmləndən istifadə etmək lazımdır, amma son anda sırf futbolçu da topa toxuna bildi. Vəli Qafarov topu irəli göndərir, amma bu zonada heç kim yox idi. Bajic 4 dəqiqə artırır. Görüşün hakimi ikinci hissəyə. Bir xeyli dayanmalar var idi. Və 4 dəqiqə artırması da normaldır. Altdan top oyuna daxil etdilər. Vəli Qafarov topu tutur. Dərhal başladı. Rəqibini çox yaxşı keçdi. Elvinin ara ötürməsi, sonra da toxunuş var. Təkrar ötürmə çatmadı. Təkrar ötürmə çatmadı. Ramit Çovdar ama. Elvin Əlizadə komanda yoldaşını zərbə mövqeyinə çıxarmağa çalışırdı. Təmkin Xəlilzadə oyuna qayıdır. Davam edə biləcək. Əzələsini dartmışdı o da. Hər şey qaydasındadır və oyuna davam edəcək. Vəli Qafarov belə bir məhsul yarışda komandasını tək qoymaq istəmir. Qapı qarşısına ötürülən topa toxunuş olmadı. İrəliyə doğru ötürülən top. Yenə də topu futbolçularımız uzaqlaşdırırlar. Təkrar bir ötürmə. Bu dəfə də topun qarşısını kəstilər. İndi hücum imkanı milli komandamızın üzvlərində. Və qaydanı pozdular mı? Bəli. Elvin Əlizadə də komanda yoldaşının yanındadır. Məhəmməd Xəlilov yıxılan futbolçudur. Standart vəziyyətdən necə istifadə edəcək milli komandamız? Yaxınlıqda olan komanda yoldaşına başladı. Ramit Çovdarov. Ramiz ara ötürməsi yaxşı alındı. Zərbə üçün fürsət axtarırlar. Ramit Çovdarov. Ramiz keçməyə çalışırdı. Alınmadı. Amma top milli komandamızın üstlərində qaldı. Bir qədər də geri oynayırlar. Vəli Qafarov topu dərhal irəli göndərir, amma Elvin Əlizadə. Elvin Əlizadə bu zonada topu qəbul edə bilmədi. Bajic topu irəli göndərdi. Top yenə də milli komandamız üzərində qaldı. Topu saxladı. Ramit Çovdarov. Ramit Çovdarov ona qarşı qaydanı pozdular. Kapitana qarşı qaydanı pozdu və bir qədər də ara qarışdı burada. Təmkin Ramizi sakitləşdirir. Təmkin Ramizi sakitləşdirir və orada Talib Babayev də rəqibin kapitanını uzaqlaşdırdı. Hadisənin münaqişə ocağını yenə bəli çox sərt oynamışdı ayağına qarşı rəqibin kapitanı. Selin Guberinic idi bu. Sarı vərəqə ilə də cəzalanır. Standart vəziyyətdən fərqlənərək oyunda son nöqtəni qoymaq olar. Qapıya zərbə olacaqmı? Qapıya qüvvətli zərbə. İndi isə künc nöqtəsindən top oyuna daxil edəcək. Künc nöqtəsindən fərqli hücum metodlarından fərqli kombinasiyalardan istifadə etməyi bacarır milli komandamız. Elvin ötürdü geriyə. Qapıya zərbə olacaq mı? Zərbənin qarşısı bloklandı. Təmkin. Təmkin topu çəkərək zərbə indirməyə çalışırdı, amma zərbənin qarşısı bloklanır. Bəli, görüşün əsas vaxtı 1-1 hesabı ilə bitdi. Görüşün əsas vaxtı 1-1 hesabı ilə bitdi. İkinci hissədə qapılar toxunulmaz qaldı. Amma baxmayaraq ki, hər iki tərəfin kifayət qədər
O imkanı olmadı, düzdür. Oyunun sonlarına yaxın milli komandamızda bir qədər zərbə mövqeyinə çıxdı. Xüsusilə Ağaseyid Qasımovun 57-ci anda topu oyunu belə deyək, qurtarması, qapı xəttindən qurtarması oyunun həlledici məqamlarından biri oldu. Xətai Bağrovun hesabı açdıqda Marko Vujovic hesabı bərabərləşdirdi. İndi komandalar qısa istirahət edəcəklər. Ramil Çovdanov rəqibin kapitanının yanındadır. Bir-birlərlə oyun ərzində intriqa oldu, amma hər şey qaydasındadır. Görüşün hakimləri də bir qədər nəfəslərməyə imkan yaradır. Yeri gəlmişən qarşılaşmanı o video Kurta Rumıniyalı hakim idarə edir. Ona Tomaş Pavel Çexiyalı həmyerlisi həmkar daha da isə kömək edir. Çexiyalı həmyerlisi Tomaş Sikira isə var təmsilçisidir. Katalin Pilgirni Moldovadan, Sərdar Luisa Türkiyalı hakim isə 3-cü, 4-cü hakimlərdir. Çox maraqlı, gözlənilən bir qarşılaşmanın əsas vaxtında Dünya və Avropa çempionlarının qarşılaşmasında gözlənildiyi kimi qalib müəlləşmədə əsas vaxtda. Birinci hissədəki üstün oyunumuz, ikinci hissədə bir qədər müdafiə çəkilməyimiz. İndi görək bu loteriyalardan kim qalib ayrılacaq? Finala hansı komanda yüksələcək? Ukraynanın rəqibi hansı komanda olacaq? Milli komandamıza dedik uğurlar arzulayırıq. Böyük monitorda da Azərbaycanlı azarkeşləri görürsünüz. Azərbaycanlı azarkeşlər Bratislavada komandamızı dəstəkləməyə gəliblər. Və indi penaltilər seriyasında milli komandamız uğur qazanmağa çalışacaq. Bir tərəfdə Vladimir Bajic var. Bakıdakı dünya çempionatının ən yaxşı qapıçısı seçilmişdi Bajic. Digər tərəfdə Vəli Qafarov və Ağaseyid Qasımov. Yəni bu penaltilər seriyasında Bajic təbii ki hiç qapıya keçir. Orada ehtiyat qapıcıya elə də Nemanja Buzatjadır. Bajic olan yerdə ona hələ ki ehtiyac duyulmur. İndi əsas məqsəd burada da iyi oynamaq lazımdır. Düzdür, penaltilər bir qədər bəxt sayəsindədir. Bəxt də öz sözünü deyir penaltilərdə. Amma istənilən halda dəqiq oynayıb final adlamağın zamanıdır. İlk sərbəni Elvin Əlizadə yerinə yetirəcək. Komandamızın kapitanı Elvin və rəqibin qapıcı üstədir Vladimir Bajic Elvin Əlizadəyə qarşı. Həyecanlı anlar. Elvin Əlizadə. Elvin hakimlər son təlimatlarını, son tapışlarını verir, gözlüyün deyir. Ehtiyat hakimdə futbolçuları sayır. Penaltı bulanları da müəyyənləşdiriblər. 4 hakimin 4'ü də meydanda. Hər şey hazırdır. Elvin Əlizadə hakimin işarəsini gözləyir. Hələ ki tələsmə deyir, gözlə deyir hakim. İndi hakim qapıcıdan da təsdiq aldı. Bəli, haşarə gəldi. Elvin, haydi Elvin, Elvin yaxınlaşdı. Elvin və gol! Elvin Əlizadə! Elvin Əlizadə ilk fürsətdə, ilk zərbədə dəqiq oynadılar. Millimizin üzvləri kapitanla başladılar. İndi sıra Vəli Qafarovdadır. O qəhrəmanlıq nümayiş etdirməlidir. Vəli Qafarov penaltilər seriyasında usta bir qapıcı deyə bilər. Marko Vujovic hesab açan futbolçu Vəli Qafarov. Vəli və Vujovic üz-üzədir. Vəli hakimin işarəsini gözləyir. Marko dövüşdə fərqlənmişdir. Ağaseyid Qasımov'u məyus etmişdi indi. Vəliyə görə topu dəfə edəcək. Vəli Qafarov. Topla və qapıcı fərqli istiqamətlərə. Hesab bərabər deyəndən 1-1. Təmkin Xəlizadə topa yaxınlaşacaq. Təmkin Xəlizadə. Nəfəslər çəkilib, Təmkin Xəlizadə.
Topun yanındadır. Təmkin. Hamı səndən bu zərbəni dəqiq yerinə yetirməyini gözləyir. Təmkin. Təmkin topa yaxlaşır. Təmkin və gol! Təmkin Xəlilzadə 2-1 etdi. Penaltilər seriyasında Vəli Qafarovla bir-birlərini ruhlandırırlar. Və indi Vəli Qafarov komandanın qəhrəmanına çevrilə bilər. Bütün Azərbaycanlıları, milli komandamızı dəstəkləyən bütün insanları sevincə qərq edə bilər. Marko Novakovic. Daha desək, Marko Vəli və dəf etdi. Vəli Qafarov qəhrəmandır. Topu dəf etdi Vəli Qafarov. Markon sevinməsinə imkan vermir. Vəli Qafarov oyunun qəhrəmanıdır. Vəli Qafarov və indi Ramil Çavdarov. Dünya çempionatının ən yaxşısı, dünya çempionu komandamıza Avropa çempionatında finalı gətirə bilər. Topu öpdü. Bu bir final öpücüyü də ola bilər. Bu bir necə deyirlər, həyat öpücüyü də ola bilər və indi Ramiz Çavdarov baş içinə üzlədi. Haydi Ramiz yaxınlaşdı. Ramiz gol! Ramiz Çavdarov! Milli komandamız finaldadır. Azərbaycan millisi Avropa çempionatının finalındadır. Rəqib Ukraynadır. Hazırki Avropa çempionları artıq hazırki sözü önündən götürülür. Titulunu əlindən aldı. Dünya çempionları dünyanın en güçlüsü olduğunu sübut edir. Serblərin önündən Avropa çempionu titulunu alır. Artıq onlar keçmiş Avropa çempionlarıdır. Artıq onlar sabiq Avropa çempionlarıdır. Dünya çempionları ise yoluna devam eder. Finalda rəqib Ukraynadır. Ramil Çavdarova və təbii ki Vəli Qafarova da böyük təbrik düşür. Əhsən Vəli və o penaltilər seriyasında rəqibinin zərbəsini dəf etməklə xalqımızı sevincə boğdu. Slovakiyada bizə doğma olan bir məkanda komandamız finala yüksəlir. Sabah 50-ci görüşdə Azərbaycan millisi Ukrayna seçməsi ilə qarşılaşacaq. Milli komandamızda Avropa çempionatında final oyununda da uğurlar arzulayır və Slovakiyada tariximizin en büyük ikinci uğurunu Avropa çempionlarında ikinci zəfəri gözləyirik. Mənim isə Bratislava'dan reportajımı yekunlaşdırmağın vaxtıdır.